Salam, hər vaxtınız xeyir, hörmətli abituriyentlər. Bu videomuzda güvən sınaq 13-ü izah edərik. 04.05.2026-cı il ikinci qruplar üçün keçirilən sınaq imtahanı suallarına gəlin baxaq. 31-ci sualla başlayaq. Cənub yarımkürəsində günəş hansı tarixlər arasında zenitdə olur? 21 martda günəş ekvator üzərində zenitdə olur. Daha sonra 22 iyunda günəş şimal tropikində, 23 sentyabrda təzədən ekvator üzərində zenitdə olur. 23 sentyabrdan sonra günəş cənuba doğru meyllənir. 23 sentyabrdan 22 dekabra kimi günəş cənub yarımkürəsindədir. 22 dekabrda da günəş cənub tropik xətti üzərində zenitdə olur. 22 dekabrdan sonra günəş yenidən şimala doğru meyllənir və 21 martda yenidən ekvator üzərində zenitdə olur. Yəni bir sözlə 23 sentyabr və 21 mart tarixlərində günəş cənub yarımkürəsində zenitdədir. Ona görə 31-ci sualda düzgün cavab C variantı olacaq. 32-ci sual. Aşağıdakı fikirlərdən hansı Qviana yaylası üçün doğru deyil? Burada Kanaima Milli Parkı ərazisində Anhel şəlaləsi yerləşir. Anhel şəlaləsi Qviana yaylasındadır və Kanaima Milli Parkı Venezuelanın ərazisidir. Bu doğrudur. Tepu ilə səccəvidir. Bəli, masaya bənzər dağlar. Bu da doğrudur. Filiz mənşəli faydalı qazıntılarla zəngindir. Bəli, boksit ehtiyatları ilə zəngindir. Doğrudur. Soğuk okean cərəyanlarının təsiri altındadır. Xeyr, orada Qviana isti cərəyanıdır. Rütubətli iqlim yaradır. Ona görə D variantı yanlışdır. Qədim dağ sistemlərinin qalığıdır. Bu da doğrudur. Musson küləklərinin təsiri altında olan yarımadalar. Somali, Piriney olmaz A variantı. Avropada musson küləyi yoxdur. Skandinaviyada olmaz musson küləkləri. C variantı doğru cavabımız olar. Hindistan və Hindsin yarımadası. Hər ikisində musson küləkləri təsir edir. Balkan, Yutlandiya olmaz. Alyaska, Krım olmaz. Peru cərəyanının Braziliya cərəyanından fərqli xüsusiyyətləri. Soyuq cərəyandır. Peru soyuqdur. Braziliya isti cərəyandır. Ona görə bir fərqlidir. Əsasən meridional istiqamətdə hərəkət edir. Hər ikisi meridional istiqamətdədir. Cənubi Amerika materik iqliminin formalaşmasına təsir edir. Hər ikisi təsir edir. Sakit okeanın cərəyanıdır. Peru sakit okeandadır. Braziliya Atlantik okeanda, ona görə bu da fərqli xüsusiyyətdir. Səhra təbii zonasının formalaşmasına səbəb olur. Bəli, Atakama səhrası. Amma Braziliya rütubətli meşələr yaradır. Suyun temperaturu Labrador cərəyanının gətirdiyi suyun temperaturundan daha yüksəkdir. Xeyr, hər ikisi soyuq cərəyandır. Yəni bu da yanlış fikir olacaq. Burada bu testdə düzgün cavabımız olacaq 1, 4, 5 D variantı. Gürcüstanla sərhəddə yerləşən A fiziki coğrafi rayonunda gətirmə konusları geniş yayılmışdır. Burada qışı qura keçən mülayim isti iqlim yarım tipi formalaşmışdır. Əgər qışı qura keçən mülayim isti iqlim yarım tipi deyirsə və həmçinin gətirmə konusları varsa, düzgün cavabımız elə Qanıq Əyriçay fiziki coğrafi rayonu olacaq. B variantı daha doğru cavabımızdır. Doğru sıraları müəyyən edin. Baltik dənizi, daxilində körfəzlər mövcuddur. Bəli, Botnik, Fin, Riga. Yapon coğrafi mövqeyinə görə adalararası dənizdir. Xeyr, Yapon kənar dənizdir. Karib mülayim işıqlanma qurşağında yerləşir. Xeyr, Karib bütövlükdə tropik işıqlanma qurşağındadır. Bering aid olmadığı okean ilə su mübadiləsinə malikdir. Bering sakit okeana aiddir. Aid olmadığı okean isə şimal buzlu okeandır və Bering boğazı vasitəsilə Çukot dənizi ilə əlaqələnir. Bu doğrudur. Timor mərcan rifləri formalaşmışdır. Timor dənizinin ətrafında mərcan rifləri formalaşmışdır. Çünki isti enliklərdə yerləşir. Subekvatoral iqlim qurşağındadır. Ona görə bu olar. Mərmərə iki ölkənin sahillərini yuyur. Mərmərə yalnız Türkiyənin sahillərinə aiddir. Bu da yanlışdır. Düzgün cavabımız olacaq 1, 4, 5 D variantı. Kür çayının su toplayıcı hövzəsində yerləşməyən su anbarları. Yəni Kür çayının belə deyək, qollarının yanında və yaxud yəni bir sözlə qollarının üzərində yerləşməyən su anbarları və yaxud Kür çayının birbaşa özünün üzərində yerləşməyən su anbarları. A-da Xanbulançay və Vilətçay verilib. Xanbulançay və Vilətçay hər ikisi Lənkəran Astara iqtisadi rayonunda, Lənkəran fizioqrafi, Talış fizioqrafi, Talış vilayətində yerləşir və bunların da heç biri Kür çayına heç bir əlaqəsi yoxdur. Elə düzgün cavabımız A variantı olacaq. Cavanşir, Yenikənd, Yenikənd elə birbaşa Kürün üzərindədir. Xaçınçay, Xatınlı, hər ikisi Kürün qolları üzərindədir. Suqovşan, Sərsəng, hər ikisi Tərtərin üzərindədir, yəni Kürün qoludur. Arpaçay Arazın üzərindədir, Köndələnçay da Köndələnçayın üzərindədir. Yəni hər ikisi Kürün, Arpaçay, Araz Kürün, Arpaçay ilə Arpaçayın üzərindədir, Köndələn də Köndələnçayın üzərindədir. Bunlar da Arazın qollarıdır və yenidən yəni Kür hövzəsinə aiddir. Bu da olmaz. Ona görə düzgün cavabımız A variantı olacaq.
Almaniyanı Hindistandan fərqləndirən xüsusiyyətləri müəyyən edin. Suburbanizasiya prosesi intensivdir. İnkişaf etmiş ölkələrdə suburbanizasiya olur. İnkişaf etməkdə olan ölkələrdə isə yalançı urbanizasiya. Ona görə bu fərqləndirən xüsusiyyəti biri götürərik. Federativ inzibati ərazi quruluşuna malikdir. Almaniya federativdir, Hindistan da federativdir. Bu fərqli deyil, oxşardır. İri kömür hasilatçısıdır. Bu fərqləndirən xüsusiyyət deyil, yəni Almaniyanı Hindistanda fərqləndirmir. Qoşulmama hərəkatı ölkələrindən deyil. 4 doğru olar. Qoşulmama hərəkatı ölkələrindən deyil. Bu doğrudur. Günəşin zenitdə olma prosesi müşahidə olunmur. Hindistanda olunur, amma Almaniyada olunmur. Ona görə bunu da götürərik. 1, 4, 5. Neft ixalçısıdır. Əslində bu fərqləndirən xüsusiyyət deyil, oxşar xüsusiyyəti. Hindistan da neft ixal edən ölkələrdəndir. Ona görə bu da yanlış olacaq. Elə düzgün cavabımız burada olacaq 1, 4, 5, yəni B variantı. Cədvələ əsasən doğru sıraları müəyyən edin. La Plata ovalıqdır, akkumulyativ düzənlikdir, doğrudur. Kür-Araz ovalıqdır, denudasyon olmaz, akkumulyativ olar. Mississippi ovalıqdır, akkumulyativdir, bu da doğrudur. Orinoco ovalıqdır, akkumulyativ olmalıydı. Braziliya yayladır, denudasyon doğrudur. Efiopiya yayladır, akkumulyativ olmalıydı, denudasyon olmalıydı. Düzgün cavabımız olacaq 1, 3, 5, B variantı. Dünyada kakao istehsalına görə fərqlənən ölkələr. Kolumbiya, Türkiyə, Gürcüstan. Türkiyə və Gürcüstan olmaz. Kakao əslən subekvatorial, yəni tropik enliklərdə, isti enliklərdə olur. Subekvatorial iqlim qurşağında daha çox müşahidə edilir. Vyetnam, Polşa, Özbəkistan. Əlbəttə ki, Polşa, Özbəkistan olmaz. Hindistan, Yeni Zelandiya, İrlandiya olmaz. Côte d'Ivoire, Qana, Braziliya olar. Kakaonun daha çox yayıldığı yerlər Cənubi Amerikada Kolumbiya, Braziliya, Venezuela və həmçinin Qərbi Afrika ölkələrdir. Yəni Côte d'Ivoire kimi ölkələr. Pakistan, Kenya, Nepal bu da olmaz. Düzgün cavabımız elə D variantı olacaq. Xəritə sıxımda rəqəmlərlə verilmiş ərazilər üçün doğru xüsusiyyətləri müəyyən edin. 1. Psevdovulkanlar yayılmışdır. Birin yayıldığı yerlərdə psevdovulkanlar Cənub-Şərqi Şirvan düzündə var. Ona görə bu doğru fikirdir. 2. Nival buzlaq relif formaları mövcuddur. Baş Qafqaz silsiləsidir, Bazar düzü zirvəsi ətrafıdır. Yəni nival buzlaq olar, doğrudur. 3. Yay quraq keçən mülayim isti iqlim yarım tipi sərcəvidir. 3. Qanı Xəyricaydır. Orada yay quraq yox, qışı quraq keçən mülayim isti iqlimdir. Yanlışdır. 4. Yura dövrünün çöküntüləri geniş gəlmişdir. Talış dağlarında Yura dövrünün çöküntüləri yoxdur. Ona görə düzgün cavab 1, 2, yəni A variantı olacaq. Xəzər dənizinin orta duzluğu 11 promillə olan 5 litr suyundan alınan duzun miqdarı Qırmızı dənizin 5 litr suyundan alınan duzun miqdarı arasındakı fərqi hesablayın. Deməli, Xəzər dənizinin orta duzluğu 11 promillədir. 1 litrimizdə 11 qramdırsa 5 litrimizdə olacaq 55 qram. Deməli, Xəzər dənizində 55 qram duz almaq olar 5 litr sudan. Qırmızı dənizində də 42 promillədir. 1 litrimiz 42 qramdırsa 5 litrimiz 5 vur 42 olacaq. Bu da 210 qram olacaq. Və bizdə də deyir ki, nə qədər çoxdur bu? 210 qramdan 55 qramı çıxarıq. 5, 155 qram. Düzgün cavabımız olacaq B variantı. Araz çayının hər iki sahilində yerləşən inzibati rayonlar. İmişli, Saatlı, Araz çayının hər iki sahilində yerləşir. Bu doğru fikirdir. Biləsuvar olmaz. İmişli hər iki sahilidir. Biləsuvar olmaz Araz çayının hər iki sahilində. Biləsuvar, Sabirabad. Yenə Biləsuvar olmaz. Sabirabad, Hacıqabul. Hacıqabul Arazın sahilində deyil. Beyləqan, Saatlı. Saatlı hər iki sahili olsa da Beyləqan sol sahilindədir. Ona görə bu da olmaz. Düzgün cavab ilə A variantı olacaq. Zaten Araz çayının hər iki sahilində İmişli, Saatlı və Sabirabad rayonları yerləşir. Əhalisinin əksəriyyəti Niger Kardafon dil ailəsinə mənsub olan Afrika ölkələri. Niger Kardafon dil ailəsi əsasən Mərkəzi Afrikada və Qərbi Afrika regionundadır. Kongo Mərkəzi Afrika Respublikasının ölkəsidir. Bu 1 doğrudur. 2 Kamerundur. Bu da doğru olacaq. Kongo Demokratik Respublikası, Kamerun kimi ölkələr doğrudur. Daha sonra 3-də Somali yazıb. Somali Niger Kardafon dil ailəsinə aid deyil. Somali və yaxud da onun ətrafında olan ölkələr, yəni Efiopiya, Somali kimi ölkələr,
Onlar Sami-Ham Afro-Asiya dil ailəsinə aiddirlər. Yəni ərəb ölkələri kimi gedir. Afro-Asiya dil ailəsidirlər. 3 yanlışdır. 4 Tanzaniyadır. Tanzaniyada Niger Kardafon dil ailəsi olacaq. Yəni 1, 2, 4. Tanzaniya Niger Kardafondur. 5 Mavritaniyadır. Mavritaniya Niger Kardafon deyil. Mavritaniyada Sami-Havi dil ailəsinə, yəni Afro-Asiya dil ailəsinə aid olacaq. Bu da yanlışdır. 6 Tunisdir. O da Sami-Hami dil qrupuna, Afro-Asiya dil ailəsinə aiddir. Yəni ərəblər qrupuna aiddir. Ona görə bu da yanlışdır. Düzgün cavabımız olacaq 1, 2, 4 B variantı. Xəritədə Bakı şəhəri ilə eyni enlikdə yerləşən A və B məntəqələri arasındakı məsafə 8,6 sm-dir. Bu məntəqələr arasındakı həqiqi məsafənin xəritədə 18 km tərif olunduğunu bilərək xəritənin baş miqyasını tapın. Bizdə burada baş miqyası istəyir. Həqiqi məsafənin də xəritədə 18 km tərif olunduğunu bilərək Bakı şəhəri ilə eyni enlikdə yerləşirsə, deməli 40 dərəcə şimal enliyi üzərində yerləşir. Gəlin 40 dərəcə şimal enliyi üzərindədir. Məntəqələrdən A məntəqəsi 55 dərəcə şərq uzunluğu, A 55 dərəcə şərq uzunluğu, B də 85 dərəcə şərq uzunluğunda yerləşir. Deməli bunlar arasında 30 dərəcə fərq olacaq. İndi gəlin 30 dərəcə fərqimizi, həqiqi uzunluğunu tapaq. Yəni 1 dərəcəmiz 40 dərəcə paraleldə 85,4-dür. 30 dərəcəmiz də olacaq 85,4-ü vuraq 30 dərəcəyə. Bu eləyəcək 2562 kilometr. Deməli bunlar arasında dərəcələr üzrə həqiqi məsafə 2562 kilometrdir. Və bizdə deyir ki, bu məntəqələr arasındakı həqiqi məsafənin, yəni məntəqələr arasındakı məsafə 8,6 sm-dir. Yəni biz tapdıq ki, 2562 kilometr həqiqi məsafə var və bu da xəritədə 8,6 sm-dir. İndi burada bizim tapdığımız 2562 kilometr yəni dərəcələrə görə olan məsafədir, belə deyək, xəritə üzərindən olan məsafədir. Tərif də burada bizim bilirik ki, tərifi tapmaq üçün biz xəritə üzərində, yəni dərəcələrə görə olan məsafədən xəritənin miqyasına görə olan həqiqi məsafəni çıxmalıyıq. İndi biz burada dərəcələrə görə olan məsafəni tapmışıq, 2562 kilometr. Və bizə deyir ki, tərif 18 kilometrdir. Deməli, tərif 18 kilometrdirsə, yəni bizim xəritəyə görə olan məsafəmiz olacaq 2580 kilometr. Çünki 2562 kilometrin üzərinə 18 kilometr gələndə 2580 kilometr eləyəcək. Yəni belə deyək də, məsələn 2562 kilometr, yəni x sıx 2562 kilometr bərabərdir 18 kilometr olmalıdır. Deməli buradan da x, yəni 2580 kilometr. Deməli 2580 kilometr xəritənin miqyasına görə olan həqiqi məsafədir. İndi xəritəmizin həqiqi məsafəsi 2580 kilometr. Xəritədə olan məsafə də 8,6 sm-dirsə miqyası tapa bilərik. Yəni miqyas 1 sm-də x kilometr, 8,6 sm-də də 2580 kilometr olacaq. Buradan da x bərabərdir 2580-ı bölərik 8,6-ya, bu da eləyəcək 300 kilometr, yəni 1 sm-də 300 kilometr. Miqyas da olacaq 1 bölünsün 300, yəni 30 milyon. C variantı. 3 kilometr yanında 5 dənə 0 əlavə eləyəcək. Qanıq sayının cədvəldə verilmiş saylarla fərqli əlamətlərini müəyyən edin. Birinci araç sayı verilib. Qidalanmasında yeraltı suların payı daha çoxdur. Hər ikisində yeraltı suların payı daha çoxdur. Bir yanlışdır. Fərqli deyil, yəni oxşardır. Trans sərhəd sayıdır. Həm araç sayı, həm də qanıq sayı, həm tranzit, həm də sərhəddir. Yəni trans sərhəd sayıdır. 2 də yanlışdır. Ölkəmizin axdığı ərazilərində vulkanogen çökmə suxurlar gəlmişdir. Qanıq çayının axdığı yerlərdə vulkanogen suxurlar olmasa da araç çayının axdığı yerlərdə vulkanogen suxurlar var. Ona görə yəni burada belə deyək, saylarla fərqli əlamətidir. Ona görə 3-ü götürərik. Qabırlı, Samux rayonu ərazisində Mingəçevir su anbarına tökülür. Hər ikisi Mingəçevir su anbarına tökülür. Samux rayonu ərazisində oxşardır bu. Eldar Şamı qoruğunun ərazisindən keçir. Qanıq çayı keçməsə də Qabırlı çayı Eldar Şamı qoruğu ərazisindən yəni keçir. Ona görə bunu götürərik. Mənbəy Gürcüstanda yerləşir. Hər ikisinin mənbəyi Gürcüstandadır.
Ona görə düzgün cavabımız olacaq 1-ə 3, 2-yə də 5 A variantı. Doğru fikirləri müəyyən edin. Portuqaliya Aralıq dəniz sahillərində yerləşir. Xeyr, Portuqaliyanın Aralıq dənizə çıxışı yoxdur. San Marino İtaliyanın ərazisi ilə əhatələnən anklav ölkədir. San Marino anklavdır, bəli, tamamilə İtaliya ilə əhatələnib, doğrudur. İsrail və İran quru sərhədlərinə malikdir. Əlbəttə ki, bu yanlışdır. İsrail və İran quru sərhədlərinə malik deyil. Avstriya və Avstraliya federativ ölkələrdir, bəli. Cənubi Amerikada bütün ölkələr respublika idarəetmə formasına malikdir. Ümumilikdə Amerika qitəsində monarxiya yoxdur. Ona görə respublika idarəetməsidir, bu da doğrudur. Norveç İsveçdən fərqli olaraq konstitusiyalı monarxiyadır. Xeyr, hər ikisi konstitusiyalı monarxiyadır. Ona görə bu da yanlışdır. Doğru fikirləri istəyirdi. 2, 4, 5. D variantı. Ölkə əhalisinin sayı 6 milyon nəfərdir. Bir ildən sonra əhalinin sayı 6,2 milyon nəfərə çatmışdır. Deməli, belə deyək, ölkə əhalisi 6 milyondur. Bir ildən sonra 6,2 milyon nəfərə çatmışdırsa, deməli, əhali 120 min artıb. Artımı 80 min nəfəri mexaniki artım hesabına olmuşdur. Artımın 80 mini mexaniki artımdır. Deməli, burada 120 mindən 80 mini çıxsaq, yerdə qalan 40 min təbii artım hesabına artıb. Orta illik təbii artımı hesablayın. Orta illik təbii artımı hesablamaq üçün ümumi əhali sayını, burada əslində ümumi əhalini, burada 120 mini yanlış tapdı, üzrlü sayın. Burada 6,2 milyondan 6 milyona çıxarıq. Çünki ölkə əhalisinin sayı 6 milyondur. Bir ildən sonra əhalinin sayı olacaq 6,2 milyon. Deməli, əhalimiz 200 min artıb. Burada 120 min yazdıq. Əhalimiz 200 min artıb. Bizim əhalimizin artımı olacaq 200 min nəfər. Bunun da deyir, artımın da 80 mini mexaniki artımdırsa, deməli, əhalimiz artıb 120 min nəfər. Yəni, 120 mini təbii artımdır. Çünki əhali artımı 2 cür olur. Mexaniki artım, təbii artım. İndi 200 min ümumi əhalimiz artıbsa, bunun da 80 mini mexaniki artımdırsa, deməli, 120 mini, yəni 200 mindən 80 mini çıxarıq. Bu da bizə verəcək 120 min. Deməli, 120 min nəfər təbii artım hesabına artıb. İndi bizdə də deyir ki, hər 1000 nəfərə düşən əhalini tapın. Deməli, 6 milyona biz ümumi əhaliyə götürərik 120 min nəfər. Yəni, yazarıq bura, yazaq 6 milyon. 6 milyon 120 min. 1000 nəfərə də x götürərik. Buradan da x bərabərdir. 120 mini vurarıq 1000-ə, bölərik 6 milyona, bu da eləyəcək 20 nəfər. Düzgün cavabımız olacaq D variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Gəncə və Günnüt Qapıcı fiziografi rayonları. Dəmir və alinit filiz ehtiyatları var. Bu Gəncə fiziografi rayonunda, Daşkəsən rayonundadır. Alinit və dəmir, ona görə Gəncə gedəcək. Kiçik Qafqaz tektonik zonasında yerləşir. Hər ikisi Kiçik Qafqaz tektonik zonasındadır. Soyuq və dağ tundra iqlim tipi yayılmışdır. Həm Gəncədə qışı quraq keçən soyuq və dağ tundra var, həm də Günnüt Qapıcıqda yayı quraq keçən soyuq və dağ tundra var. Buna görə oxşardır. Çayları Araz hövzəsinə aiddir. Gəncənin çayları Kür hövzəsinə aiddir. Günnüt Qapıcığın çayları Araz hövzəsinə aiddir. Dağ meşələri geniş yayılmışdır. Günnüt Qapıcıqda dağ meşə landşaftı yoxdur. Lakin Gəncədə dağ meşə landşaftı var. Ona görə 1-ə A-Y, 2-yə D, 3-ə də B-C düzgün cavabımız olacaq Y variantı. 51-ci sual. Xəritə sıxımı əsasən codyarpaqlı həmişəyaşıl meşələr və kolluqlar təbii zonasında yerləşən ərazilər müəyyən. Codyarpaqlı həmişəyaşıl meşə kolluqlar subtropikin Aralıq dəniz iqlim tipindədir. Burada da 1, 5 və 6 düzgün cavabımız olacaq. 1, 5, 6. 3 çöl təbii zonasıdır. 4 savannadır. 2 də ki musson meşələridir. Dəyişkən rütbəti meşələrdir. 52-ci sual. Şərti işarə, birinci şərti işarə civədir. İkinci şərti işarə də xromitdir. A variantında qoşa və qızılbulaq, bunlar qızıl yatağıdır. B variantında kastağ və ağdağ, bu da olmaz. Ağdağ seolit yatağıdır, kastağ da polimetaldır. C variantında narzanlı levçay, civə yatağıdır. İpəklə göydərə də ki, xromit yatağıdır. C variantı doğrudur. Şaxtaqlı nehrəm olmaz, travertin yatağıdır. Biri də daşduz. Kastağ şaxtaqlı da olmaz, ona görə düzgün cavab C variantı olacaq. 2025-ci ildə ölkə əhalisinin ümumi sayı 12 milyon nəfər, kənd əhalisinin sayı isə 2,4 milyon nəfər olmuşdur. Həmin il ölkədə urbanizasiya səviyyəsini hesablayın. Deməli, ölkə əhalisi
ümumi əhali. Kənd və şəhər əhalisi olaraq iki qrupa bölünür. Urbanizasiyada şəhər əhalisinin miqdarını bildirir. Əgər ölkə əhalisi 12 milyon nəfəri ümumi əhalidirsə, kənd əhalisi də 2,4 milyon nəfərdirsə, deməli 12 milyondan biz 2,4 milyonu çıxmaqla şəhər əhalisinin sayını tapa bilərik. Yəni 12-dən çıxsaq 2,4 milyonu, bu da bizə verəcək 9,6 milyon. Deməli bizim şəhər əhalimiz olacaq 9,6 milyon. İndi ümumi əhali, yəni 12 milyon 100%, şəhər əhalisi, yəni 9,6 milyon da x% olacaq. Buradan da 9,6 milyonu 100-ə vurub 12-yə bölsək, bu bizə verəcək 80%. Deməli, urbanizasiya ölkədə 80%-dir, yəni yüksəkdir. Axarlı gölləri seçin. Göygöl uçqun bənd mənşəli göldür, axarlı göldür, doğrudur. Batabat da uçqun bənd mənşəli göl, axarlıdır. Maral göl də uçqun bənd mənşəli göl, axarlıdır. Masazır tektonik göl qalıq göllərdən hesab olunur, axarsızdır, yəni şorsuludur. Acınahur tektonik göl də axarsızdır. Hacıqabul da ki, Kürün axmacıdır, o da axarsızdır. Düzgün cavab olacaq 1, 2, 4. Qalay və Wolfram filizlərinin iri hasilatçıları. Qalay və Wolfram filizlərinə görə Cənub-Şərqi Asiya ölkələri seçilir. Burada da Cənub-Şərqi Asiya ölkələri 1, 5, 6 olacaq. Qudyalçayın mənsəbinin yerləşdiyi inzibati rayona aid olan xüsusiyyətlər. Burada Qudyalçayın mənsəbi, yəni Qudyalçayın Xəzər dənizi sahilində yerləşən, burada Xaçmaz rayonu olacaq. Xaçmaz rayonu. Çünki Qudyalçayın mənsəbi Xaçmaz rayonundadır. 4-cü dövr çuxurları yayılmışdır, doğrudur. Mərmər yataqları mövcuddur, əlbəttə ki, yanlışdır. Xarici ölkə ilə həmsərhəddir, bəli, Rusiya ilə həmsərhəddir. Ərazisi 2 fizioqrafi rayonda yerləşir. Xaçmaz rayonunun əsası 1 fizioqrafi rayondur, yanlışdır. Əhalinin milli tərkibi yekcinsdir, xeyr, yanlışdır. Ərazisində milli park yerləşir, doğrudur. Orada əhali çox millətlidir. Ona görə burada düzgün cavabımız olacaq 1, 3 və 6. Düzgün cavabımız 1, 3, 6 olacaq. 57-ci sual. Kipr, Pasxa, Madagaskar adası. Aralıq dənizində yerləşir Kipr adası. Vulkanik mənşəli adadır. Pasxa adası ayrılmada yerləşir. Sakit okeanın Askot havalarının ayrılmasında vulkanik mənşəli adadır. İki işıqlanma qurşağında yerləşir, yəni tropik xətti kəsir Madagaskar adası. Hind, Avropa və Altay dil ailəsinə mənsub olan xalqlar məskunlaşıb. Bu Kipr adasına aid olacaq. Kipr adasında həm türklər var, həm də Hind-Avropa dil ailəsinə mənsub xalqlar var. Litosfer havalarının divergent sərhədində yerləşir. Litosfer havalarının divergenti də bu da Pasxa idi, ayrılmaz zonasında yerləşir. Situasiya sualımıza baxaq. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun. Burada verilmiş məlumatdan istifadə edin, aşağıdakı tapşırıqları cavab kağızında yerinə yetirin. Ay yarımadasının Üzqar qərb nöqtəsi 120 dərəcə şərq uzunluğu, Üzqar şərq nöqtəsi 131 dərəcə şərq uzunluqları arasında yerləşir. Deməli, A yarımadası şərq yarımkürəsində. Bu yarımadanın sahillərini dünyanın ən böyük okeanının 3 dənizi yuyur. Deməli, dünyanın ən böyük okeanı Sakit okeandır. Sakit okeanının 3 dənizi bu yarımadanın sahillərini yuyur. Bu okeandan gələn hava kütlələri yarımadanın iqliminin formalaşmasına böyük təsir edir. Deməli, belə deyək ki, hava kütlələri əgər yarımada sahillərinə gələ bilirsə, böyük təsir edir həm də. Yarımadanın çox hissəsi əsas, cənub hissəsi də keçid iqlim qurşağında. Deməli, cənubu keçid iqlim qurşağıdır, şimalı əsasdır. Burada güclü yağışlarla müşahidə olunan tropik siklonlar baş verir. Ay yarımadasında 2 ölkə var. Bu ölkələrdən biri inkişaf etmiş, digəri isə inkişaf etməkdə olan ölkədir. Hər ikisinin rəsmi dili və inzibati ərazi quruluşu forması eynidir. Baxın, elə son cümlədən rəsmi dili və inzibati ərazi quruluşu eynidir, lakin biri inkişaf etməkdə olan ölkədirsə, bu əlbəttə ki, Kore yarımadasıdır. Yəni, danışılan Kore yarımadasıdır. Ay yarımadasının adını, yəni Koreya, onun qərb və şərq uzaq nöqtələri arasındakı yerli vaxt fərqini. Biri 124 dərəcə şərq uzunluğu, biri də 131 dərəcə şərq uzunluğu. Deməli, arada 7 dərəcə fərq var. 1 dərəcəmiz də 4 dəqiqə, 7 dərəcəmiz də olacaq 28 dəqiqə. Burada yazarıq 28 dəqiqə. Neçənci saat qurşaqlarında yerləşdiyini cədvələ yazın. Yəni, hər ikisini biz 15-ə bölməliyik. 124-ü 15-ə bölək. 8 dəfə 15, 124. Deməli, 8-ci saat qurşağı. 131-i də 15-ə bölsək. Yenə 8 dəfə bölünəcək. Amma qalıq 7,5-dən yuxarı olduğu üçün üzərinə 1 gəlir. Yəni, 8 və 9-cu saat qurşaqları olacaq.
Ay yarımadasının sahillərini yuyan dənizlərin, o yarımadanın sahillərini yuyan, yəni orada 3 dənizdən söhbət gedirdi. Burada biz yaza bilərik, orada Yapon dənizini, Sarı dənizini və Şərqi Çin dənizini yaza bilərik. İndi burada bizə 2 dəniz istəyir. Yapon, Şərqi Çin və Sarı dəniz. Tropik siklonun adı. Burada olan tropik siklonlar tayfunlar olacaq. Əsas və keçid iqlim qurşağı. Deməli, şimalı da mülayim musson, cənubu da subtropik musson iqlim qurşağındadır. Ay yarımadasında yerləşən inkişaf etmiş ölkə Cənubi Koreyadır. İnkişaf etməkdə olan ölkə Şimali Koreyadır. Bu ölkələrin inzibati ərazi quruluşu hər ikisi unitardır. İnzibati ərazi quruluş formasına görə unitar ölkələr hesab edilirlər.